balaca boyuna mənə variant gəlir. Dərs oxumaq adına girib ora. Hə? Sən nə edirsən? Hə? Telefonla oynayırsan, hə? Və dərs oxuyurdun, hə? Oxuyacağım birazdan da. Nə oxuyacaqsan? Fizika. Gir görüm ayarlar var. Bu dəfə də yoxdur. Gir görüm ayarlar var. Onda bir şey göstərim. Hə. Maraqlı bir şeydir, xoşunuza gəlsə. Bu dəfəlik baxın. Hə, yaxşı, nə? Dostum var bir dənə, sən onu görürsən. Hı-hı. Tanış edim. Mənə də pozursun. Yox, tanış edim. Aha. Nədir o? Dostum. Nə yazmısan? Nə yazmısan? Hə. De, nə var hala? Nə yazırsan sən elə? Deməli, necəsən, aha? Axı. Nə olsun axı, səndən bezmişəm hala. Hər gün yazırsan, sən necəsən, brat? Aha. Şükür. Axı, nə? Hə, yaxşıdır. Onda qayf elə. Nə var, nə yazmısan bu dəfə? Nə edirsən? Dərs oxumağa həvəsim yoxdur yaz. Həvəs yoxdur. Səndən nə olacaq? 2 gün oxuyursan, 5 gün sayıbdadır. Dur oxu da hala. Vaxt gedir, sonra ağla. Deməli, ChatGPT-ni pozan Azərbaycanlı. Ümidimiz ona idi, onu da pozdun. Necə elədin onu? Qoşuldu mənə oldu belə. Sənə qoşuldu oldu belə. Siz də ağadan yaxşı örnək götürün. ChatGPT-dən yaxşı məqsədlər üçün istifadə edin. Hə ağa, nə deyirsən? Səhifəni izləyin, abunə olun, like atın. Bəli, əslində onlar şiddətlə deyir ağa bunlar. Arxa planda.